Axşamınız xeyir. Geosiyasətin növbəti 22-ci buraxılışı efirdədir. Bugünkü buraxılışımız bizə yaxın olan Qaradəniz bölgəsinə və bu bölgədə tarixin bütün dönəmlərində səngiməyən geosiyasi proseslərə həsr olunub. Günümüzün mövzusu Qaradənizdə daim üz-üzə dayanan maraqlar, bölgəni istənilən zaman kəsiyində al rəngə boyaya biləcək iddialar və doymaq bilməyən iştahlardır. Nə zamansa Qaradənizlə Xəzər birlikdə olublar. İndi onları bu iki dənizə ayıran torpaq parçası üzərindən keçən nəqliyyat dəhlizləri, bölgə dövlətlərinin, böyük güclərin strateji maraqları birləşdirir. Qaradəniz müxtəlif zaman kəsiyində fərqli adlarla çağırılıb. Ona Temarun, Kimmer, Ashanna, Skif, Mavi, Tauran, Müqəddəs dəniz də deyiblər. Bu su hövzəsinin hazırda Qaradəniz adını daşımasının isə həm elmi, həm də metaforik geosiyasi izahı var. Elmi yozum Qaradənizin dərinliklərində çoxlu miqdarda hidrogen sulfid qazının toplanması ilə bağlıdır. Bu səbəbdən də müxtəlif məqsədlərlə Qaradənizin təkinə buraxılan əşyalar, xüsusilə də metal tərkibli nəsnələr qısa bir zaman ərzində qara rəngə boyanır. Geosiyasi izah isə Qaradənizin daim münaqişə ocağı olması, hövzəni nəzarətinə almaq istəyən güclərə qara günlər yaşatması ilə əlaqələndirilir. Qaradəniz altı sahilyanı dövlət ilə əhatə olunub. Ukrayna, Rusiya, Gürcüstan, Türkiyə, Bolqarıstan və Rumıniya. Onlardan yalnız üçünün, Türkiyə, Rusiya və Ukraynanın Qaradənizdə hərbi dəniz donanması var. Digər dövlətlər Gürcüstan, Bolqarıstan və Rumıniya isə dəniz sərhədlərinin və sahillərinin müdafiəsi üçün nəzərdə tutulan gəmilərlə kifayətlənirlər. Hövzə dövlətlərinin daxil olduqları hərbi siyasi blokların birgə potensialını nəzərə almasaq, Qaradəniz bölgəsində ən böyük hərbi güc Rusiyaya məxsusdur. İkinci sırada isə Türkiyə dayanır. Qaradəniz Rusiya üçün tarixin bütün dönəmlərində mühüm strateji əhəmiyyət kəsb edib. Təsadüfi deyil ki, bu su hövzəsi hazırda Rusiyanın geosiyasi hədəflərinin sinir nöqtəsi sayılır. Moskvanın Qaradənizdə öz mövqələrini möhkəmləndirmək üçün bütün çətinlikləri, ölkə iqtisadiyyatına ciddi zərbə vuran sanksiyaları belə göz önünə alması da bunu sübuta yetirir. Qaradəniz və Rusiya. Bu iki coğrafi adın bir-biri ilə sıx tarixi və siyasi bağları var. Tarixən Rusiya imperiyasının geosiyasi istiqamətlərindən biri Qaradəniz hövzəsi olub. Məhz Qaradəniz sahillərində ilk Rusiya dövlətləri yaranıb, məhz burada Rusiya xalqları pravoslavlığı qəbul edib. Bu baxımdan Rusiyanın Qaradənizə istiqamətlənməsi təbii proses hesab edilə bilər. Rusiya imperiyasının rəhbərləri daim bu dəniz üzərində hökmranlıq qurmaq və burada güclü donanma saxlamaq məqsədini güdüblər. Rusiyanın Qaradəniz hövzəsi üzərində öz hegemonluğunu bərqərar etməsi 19-cu əsrdə baş vermiş Krım müharibələri dövrünə təsadüf edir. Müasir dünya düzəmində Moskva Qaradəniz regionunu sırf öz maraqları dairəsi hesab edir və bu bölgədən təbii resursların digər qlobal güclər tərəfindən istifadəsini, onların Rusiyanın nəzarətindən kənar nəqlini, Avropa İttifaqının və NATO'nun şərqə doğru genişlənməsini milli mənafələrinə təhlükə kimi qiymətləndirir. SSR-nin süqutundan sonra iqtisadi hərbi cəhətdən zəifləyən Rusiya regionda daha güclü rəqiblərlə qarşılaşdı və onlarla müəyyən mövqe güzəştlərinə getmək məcburiyyətində qaldı. Ötən əsrin 90-cı illərində Rusiya Qaradəniz hövzəsinə nəzarətin bərpası istiqamətində ciddi addımlar atmadı. Lakin 2000-ci illərin əvvəllərindən Rusiya maraq dairəsinə daxil olan bu və digər regionlarda hərbi iqtisadi iştirakını gücləndirməyə, əvvəlki nüfuzunu bərpa etmək üçün cəhdlər göstərməyə başladı. Liviya və Suriyada hərbi dəniz bazalarını itirdikdən sonra Sevastopol limanı Aralıq dənizinə çıxış üçün Rusiyanın təhlükəsizlik maraqları baxımından həyati zəruriyyətə çevrildi. 2010-cu ildə imzalanan Xarkov sazişinə əsasən Rusiyanın hərbi dəniz qüvvələrinin 2042-ci ilə qədər Krım yarımadasında yerləşməsinin təsdiqlənməsinə baxmayaraq, 2014-cü ildə Ukraynada hakimiyyət dəyişikliyindən sonra bu razılaşmanın icrası sual altına alındı. Elə Krımın Rusiya birləşdirilməsinin əsas səbəblərindən biri məhz Qaradənizdə donanmanın və Qaradəniz üzərində nəzarətin qorunub saxlanılması zəruriyyətidir. Artıq Rusiya Qaradənizə 6 raketli freqat daxil edib ki, bu da hövzədə onun günü-gündən artan hərbi gücündən xəbər verir. Sözsüz ki,
Qaradənizdə limonluq eyni zamanda Kerç boğazına və digər strateji boğazlara da nəzarət deməkdir. Rusiyanın Qaradəniz hövzəsində hərbi iştirakının gücləndirilməsinə baxmayaraq, Moskva burada çox ciddi rəqiblərlə qarşılaşır. Belə ki, Türkiyə hərbi donanması Qaradənizdə ən böyük donanmalardan biri sayılır və son illər ABŞ hərbi dəniz qüvvələrinə məxsus gəmilərin buraya səfərləri intensivləşir. Nəticədə çox maraqlı sual meydana çıxır. Nədən Rusiya digər qüvvələrin, xüsusən də NATO-nun Qaradənizdə güclənməsinin qəti əleyhinə çıxır? Əvvəla Moskva yaxşı fərqindədir ki, Qaradənizə çıxışı olan Rumıniya, Slovakiya, Gürcüstan və Ukraynanın NATO ilə sıx münasibətləri həmin ölkələrdə və dolayısıyla Rusiya sərhədlərində NATO-nun silahlı qüvvələrinin yerləşdirilməsi ilə nəticələnəcək. Bu da Qaradəniz hövzəsində nüfuzun tam itirilməsi və Rusiyanın enerji daşıyıcıları, habelə onların nəqli marşrutları üzərində inhisarının itirilməsi deməkdir. Yəni Qaradəniz Rusiya üçün iqtisadi aspektdən ən böyük əhəmiyyətə malik faktorlardan biridir. Bununla bahəm, Qaradənizin itirilməsi Rusiya federalizminə və dövlətin milli təhlükəsizliyinə birbaşa zərbədir. İlk növbədə bu Rusiyanın ölkənin mərkəzinə doğru saçdırılması mənasına gəlir. Bir zamanlar Moskvanın nəzarəti altında olan, hətta öz əraziləri sayılan məkanlarda Rus ordusunun qüdrətini zəiflətməyə yönəlmiş yayılma siyasəti getdikcə Rusiyanı zərərsiz hala gətirir və onun qərbə atacağı bombaların öz başında partlayacağını təmin edir. Dənizlərə çıxışı çox məhdud olan Rusiyanın Qaradəniz üzərində hökmranlığı onun həmçinin strateji əhəmiyyətli sulara girişini təmin edir. Bir sözlə, Qaradəniz uğrunda mübarizə Rusiya üçün tarixən ölüm dirim savaşı olub və olaraq qalacaq da. Qaradəniz bölgəsinin Kreml üçün ölüm dilim savaşı meydanına çevrilməsinin əsas səbəblərindən biri də bu su hövzəsinin Rusiyanın dominant rol almaq istədiyi Avrasiya güc mərkəzinin yaradılmasına istiqamətlənmiş geosiyasi hədəflərlə bağlı olmasıdır. Rusiya Qaradənizi öz forpostuna çevirməklə bir tərəfdən Avrasiya layihəsinə cəlb edə bilmədiyi ölkələrin digər inteqrasiya məkanlarına üst tutmalarının qarşısını almaq istəyir, digər tərəfdən isə bu su hövzəsi vasitəsilə Aralıq dənizi bölgəsi üzərindəki geosiyasi təsir imkanlarını genişləndirməyə çalışır. Qaradəniz bölgəsi Rusiyanın öz təftişçi siyasətini həyata keçirmək və geosiyasi maraqlarını gerçəkləşdirmək üçün ən əlverişli məkanlardan biri sayılır. Bu məkan Moskva üçün təkcə siyasi deyil, həm də iqtisadi baxımdan çox böyük əhəmiyyət kəsb edir. Rusiya Qaradənizi tam nəzarətə götürməklə eyni zamanda bu su hövzəsi vasitəsilə həyata keçirilən enerji layihələrinə maneə yaratmağa, Avropanın qapılarını Mərkəzi Asiya və Xəzər regionunun zəngin enerji resurslarının üzərinə bağlamağa çalışır. Bu isə Rusiyaya həm Avropanın enerji təminatçısı kimi dominant rolunu qorumaq, həm də Mərkəzi Asiya və Xəzər hövzəsi dövlətlərini iqtisadi cəhətdən zəif və özündən asılı vəziyyətə salmaq üçün lazımdır. Abxaziya və Krımı nəzarəti tam ələ keçirdikdən və yeni Rusiya separatçı layihəsindən sonra Rusiya Qaradəniz sahillərinə nəzarəti ələ keçirmək baxımından kifayət qədər əlverişli imkanlar qazanıb və regiona təsir etmək üçün hərbi siyasi tutarqacılarının sayını artırıb. Moskva faktiki olaraq Ukraynanın Qaradənizə sərbəst çıxışına ciddi maneə yaradıb və Rumıniya tərəfdən NATO'nun sərhədlərinə yaxınlaşıb. Bu baxımdan Rusiyanın özünün Qaradəniz strategiyasını reallaşdırması və bu strategiyaya uyğun olaraq Krımdan Dnestriyaniya quru yolla dəhlizin çəkilməsinə nail olması son nəticədə bu ərazidə NATO'ya qarşı yeni forpostun formalaşmasına və Ukraynanın dənizdən kənarlaşdırılmasına gətirib çıxara bilər. Qaradənizdə NATO üzvü olan 3 dövlətin çıxışı var. Lakin onların hərbi müstəvidə Rusiya ilə balans yarada biləcəkləri şübhə doğurur. Rumıniya və Bolqarıstanın hərbi potensialı Rusiya ilə müqayisədə kifayət qədər aşağıdır. Eyni zamanda qeyd etmək lazımdır ki, boğazlarla bağlı 1936-cı ildə imzalanmış Montre Konvensiyasına görə Qaradənizə birbaşa çıxışı olmayan ölkələrin hərbi gəmilərinin bu su hövzəsinə daxil olmalarına məhdudiyyət qoyulub. Türkiyə hərbi potensialına görə bölgədə ikinci güc olsa da tək başına Rusiyaya qarşı balans yaratmaq imkanında deyil. Bu baxımdan Ukraynada baş verənlər və
Türkiyə-Rusiya münasibətlərinin kəskin şəkildə pisləşməsi Qaradənizin yeni geosiyasi silkelənmələrin mərkəzinə çevrilə biləcəyi ehtimalını daha da artırır. Avropa üçün Qaradəniz və ətraf əraziləri tarixin bütün mərhələlərində geosiyasi baxımdan böyük əhəmiyyət daşıyıb. Bunun əsas səbəbi isə Böyük İpək yolunun üzərində yerləşən şərqlə qərbi birləşdirən boğazlardır. Tarixin müxtəlif dövrlərində Qaradəniz hövzəsində dörd bir tərəfdən türk soylarından gələn dövlətlər nəzarət edib. Erkən orta əsrlərin Avropası tarixində burada Avar, Bulqar dövlətləri və Xəzər xaqanlığı mövcud olub. Lakin Qaradənizin geosiyasi əhəmiyyətini köklü şəkildə Osmanlı İmperiyası dəyişdi. 1453-cü ildə İstanbulun fəthi ilə Qaradəniz hövzəsində yerləşən ərazilər Aralıq hövzəsi ilə birləşdirən hər iki boğaz Osmanlı İmperiyasının tərkibinə keçdi. Bundan sonra xristian dövlətlərinin bütün siyasəti Dardanel və Bosfor boğazları üzərində nəzarəti türklərin əlindən almaq oldu. Bu, həm Qərbi Avropa dövlətlərinin, həm də 1-ci Pyotrun yaratdığı Rusiya İmperiyasının əsas məqsədi idi. 1783-cü ilə qədər Krım xanlığının da Osmanlının vassalı olması ilə Qara və Azov dənizlərini birləşdirən Kerç boğazı da demək olar Qaradəniz sahillərinin təxminən 85%-i Osmanlı İmperiyasının nəzarəti altında idi. Lakin Krım xanlığı Rusların əlinə keçdikdən sonra Çar İmperiyasının Qaradənizdə mövcudluğu gücləndi və bu ərazilər Türk-Rus müharibələrinin əsas döyüş meydanına çevrildi. Yaranmış vəziyyətdən Qərbi Avropa dövlətlərinin daha çox yararlandığını demək mümkündür. Ruslarla müharibələrdə ağır məğlubiyyətlər yaşayan Osmanlı İmperiyası Fransa və Böyük Britaniya kimi dövlətlərin maraqlarının Qaradənizdə təmin olunması ilə razılaşmağa məcbur qalırdı. 1841-ci ildə Bosfor və Dardanel boğazları ilə bağlı Londonda imzalanmış razılaşma buna ən bariz nümunədir. Həmin müqaviləyə görə boğazlar üzərindəki məsuliyyət Avropa dövlətləri ilə bölüşdürülürdü. Birinci Dünya müharibəsindən və Osmanlı İmperiyasının süqutundan sonra Lozanna müqaviləsi əsasında Türkiyə Cümhuriyyətinin boğazlar üzərindəki hərbi nəzarəti də əlindən alınır. Rəsmi Ankara bu hüquqlarını 1936-cı ildə imzalanan Montrey müqaviləsi nəticəsində geri qaytarmağa müvəffəq olur. Montrey sazişi indiyə qədər Türkiyə ilə yanaşı Qaradəniz ətrafındakı digər bütün dövlətlərin də lehinə olan yeganə müqavilədir. Bu sənədin əsas məqsədi nasist Almaniyasının və İtaliyanın ekspansionist siyasətinin qarşısını almaq və həmin dövrlərdə Sovet İttifaqının Qaradənizdəki nəzarətini məhdudlaşdırmaq idi. Soyuq müharibə dövründə bunun nəticəsi olaraq Türkiyə ilə SSR arasındakı münasibətlərdə siyasi böhran yarandı. 20-ci əsrin ortalarında Türkiyədən başqa Qaradəniz sahillərində yerləşən bütün dövlətlər birbaşa və ya dolayısıyla Moskvanın nəzarəti altındaydı. Buna görə də Sovetlər İttifaqı boğazlar üzərində Türkiyə ilə müştərək hərbi nəzarəti həyata keçirmək istəyini açıq-aşkar səsləndirirdi. Lakin Ankaranın NATO-ya üzv olması göstərdi ki, Montrey razılaşması Rusiya üçün də ən ideal sazişdir. Buna ən yaxşı nümunə kimi 2008-ci ildə baş vermiş Gürcüstan-Rusiya müharibəsini göstərmək olar. Birləşmiş Ştatlar NATO bayrağı altında 140 min tonluq 2 hərbi gəmini boğazdan keçirməklə Gürcüstana göndərmək istəsə də, Türkiyə onları boğazdan buraxmadı. Əvəzində 3 ədəd kiçik humanitar yardım gəmisi Poti limanına göndərildi. Bu hadisə rəsmi Vaşinqtonun Montrey müqaviləsinin şərtlərini dəyişdirməsi istiqamətində Ankaraya qarşı təzyiqlərini daha da artırdı. Lakin Türkiyə hələ ki heç bir razılaşmaya getmir və müqavilənin verdiyi üstünlüklərdən faydalanmaqda davam edir. Belə ki, hal-hazırda Qaradəniz sahilində yerləşməyən heç bir dövlətin hərbi təyyarə gəmisinin keçməsinə icazə verilmir. Hərbi gəmilərin keçidi isə yalnız Türkiyənin maraqlarına uyğun olduğu halda buraxılır. Hal-hazırda Montrey müqaviləsi təkcə bu sazişi imzalamayan ABŞ-ın deyil, həm də imzalayan bir çox qərb dövlətlərinin narahatlığına səbəb olur. Çünki bu şərtlər Türkiyəyə boğazlar üzərində məhz 1453-cü ildəki nəzarət gücünü verirdi. Lakin bununla yanaşı ən gərgin siyasi münasibətlər dövründə belə Qaradənizə nəzarət məsələsində Türkiyə və Rusiyanın pərdəarxası razılaşmasının olduğunu görmək mümkün idi. Ancaq Rusiyanın Krımı özünə birləşdirməsi və yarımadanı nəhəng hərbi bazaya çevirməsi Qaradəniz hövzəsində Rusiyanın Türkiyəyə açıq təhdidə çevrilməsi ilə nəticələndi. Keçən ilin noyabrındakı təyyarə böhranından sonra isə Türkiyə daha aşkar şəkildə Ukrayna ilə əməkdaşlığa və Krım böhranında fəal rol oynamağa başladı. Hazırda Türkiyə üçün ən əhəmiyyətli məsələ hərbi əməkdaşlığı dövlətlərarası səviyyədə saxlamaqdır. Çünki Ukrayna və Gürcüstanın NATO-ya daxil olması Rusiyadan başqa Qaradəniz sahillərindəki bütün dövlətlərin Şimali Atlantik Alyansının nüfuz dairəsinə keçməsi deməkdir. Bu isə artıq Türkiyəni istər boğazlar, istərsə də Qaradənizə nəzarət məsələsində öz maraqlarından çox NATO-nun maraqları ilə hesablaşmağa məcbur edəcək. Tamamilə doğrudur.
Türkiyə-Rusiya münasibətlərindəki hələlik səngiməyən gərginlik indiki şəraitdə Ankaranı hərbi əməkdaşlığı dövlətlərarası səviyyədə saxlamağa və NATO-nun maraqları ilə hesablaşmağa sövq edir. Doğrudur, Türkiyə hərbi dəniz donanmasının Qara dənizdəki birlikləri Rusiyanın eyni su hövzəsindəki donanmasından daha üstün hərbi texniki potensiala malikdir. Lakin bu və ya digər ölkənin hərbi gücünün konkret bölgəyə cəmləşdirdiyi kontingentə görə deyil, tam olaraq qiymətləndirildiyi də kimsəyə sir deyil. Rusiya hərbi potensialına görə dünyada ikinci, Türkiyə isə 10-cu yerdədir. Lakin Türkiyənin Qara dəniz bölgəsindəki coğrafi üstünlükləri bu ölkəyə geniş manevr imkanları verir. Moskva son zamanlar Montre Konvensiyasına tez-tez istinad edərək Türkiyənin coğrafi üstünlüklərinin, daha dəqiq desək, Ankaranın Bosfor və Dardanel boğazları üzərindəki hüquqlarının üzərinə kölgə salmağa çalışsa da, adı çəkilən beynəlxalq razılaşmanın müddaları bunun əksini sübuta yetirir. Montre Konvensiyasının açar müddaları Türkiyənin boğazlar üzərindəki hüququnu tam və dəqiq şəkildə müəyyənləşdirilir. Həmin müddalarda qeyd olunur ki, Türkiyə özünün iştirak etmədiyi müharibə zamanı boğazların qapılarını qarşıdurma tərəflərindən istənilən birinin yaxud bütün tərəflərin üzünə bağlaya bilər. Montre Konvensiyasına görə əgər Türkiyə müharibəyə qatılarsa, yaxud hərbi təhlükə qarşısında qaldığını müəyyən edərsə, o zaman istənilən dövlətin hərbi gəmilərini boğazlardan buraxmamaq hüququna sahibdir. Bu baxımdan Rusiya siyasətçilərinin və hüquqşünaslarının nə deməsindən asılı olmayaraq Montre Konvensiyası Rusiyaya sahilyanı dövlət kimi boğazlar üzərində hərbi müstəvidə hər hansı bir xüsusi üstünlük vermir. Sahilyanı dövlətləri digərlərindən fərqləndirən yeganə amil ticarət gəmiləri bağlıdır. Həm də yalnız sülh şəraitində. Onu da qeyd edim ki, Qara dəniz bölgəsində cərəyan edən geosiyasi proseslərin ənənəvi olaraq Türkiyə-Rusiya münasibətləri müstəvisindən şərh olunmasının səbəbi də məhz boğazlarla bağlıdır. Çünki Bosfor və Dardanel boğazları üzərində nəzarətə sahib olmadan Qara dəniz və Aralıq dənizi hövzəsində cərəyan edən geosiyasi proseslərdə aparıcı mövqeyə yiyələnmək mümkün deyil. Boğazlar təkcə coğrafi üstünlüyə sahib olmaq üçün vasitə deyil, həm də mühüm geosiyasi və geoiqtisadi faktordur. Alternativi olmayan nəqliyyat dəhlizləridir. Bölgənin qan damarlarıdır. Hələlik isə bölgənin qan damarları ilə yanaşı sinirləri də tarıma çəkilib. Rusiyanın Qara dəniz donanmasının yenilənməsi ilə bağlı layihəsinə qarşı Türkiyənin adekvat tədbirlər görməsi Moskvanın ciddi narahatlığına səbəb olub. Bu bağlamda Ankaranın bu ilin aprelin 30'unda İspanya'nın 1. Juan Carlos Universal Desant avia daşıyıcısının analogu olan Anadolu gəmisinin inşasına başlaması da Rusiyanın hərbi siyasi dairələri tərəfindən Qara dənizdə qüvvələr nisbətinin pozulmasına gətirib çıxara biləcək fakt kimi dəyərləndirilir. Moskvanı narahat edən Anadolu avia daşıyıcısı deyil, həm də bu gəminin göyərtəsində yer alacaq çox funksiyalı F-35 qırıcı təyyarələridir. Nəzərə alsaq ki, Anadolu avia daşıyıcısının Qara dənizə buraxılacağı ərəfədə bu su hövzəsində Türkiyə hava hücumundan müdafiə qüvvələrinin tacı funksiyasını yerinə yetirəcək ən müasir TF-2000 freqatının da işə salınacağı gözlənilir. O zaman Rusiyanın narahatlığını başa düşmək olar. Rusiyanın Qara dəniz donanması üçün nəzərdə tutduğu 3 admiral freqatının və 15 raket daşıyıcı korvetin təhvil verilməsi isə Ukrayna ilə qarşıdurma səbəbindən reallaşa bilmir. Ağır tonajlı gəmilər üçün mühərriklərin Ukraynada istehsal olunması və bəlli səbəblərdən bu mühərriklərin Rusiyaya ixracının dayarlandırması Moskvanı çıxılmaz duruma salıb. Rusiyanı narahat edən digər amil isə bölgədə üçüncü dövlətlərin hərbi iştirakıdır. Ukraynada baş verən son hadisələrdən sonra ABŞ-ın və müttəfiqlərinin atdığı addımlar, xüsusilə də Rumıniyanın hərbi dəniz donanmasının formalaşdırılması istiqamətində görülən tədbirlər bölgənin hələ uzun müddət geosiyasi gərginlik mərkəzi olaraq qalacağını sübuta yetirir.
Qaradəniz regionunda geosiyasi marağı olan güclərdən biri Amerika Birləşmiş Ştatları əsas məsələlərdə Avropa İttifaqı ilə sıx əməkdaşlıq kontekstində hərəkət edir. Hər iki qlobal gücün regionda başlıca məqsədi enerji ehtiyatlarına çıxış əldə edilməsi və onların etibarlı ərazilərlə nəqlidir. Bundan başqa regionun strateji cəhətdən olduqca əlverişli coğrafi məkanda yerləşməsi də az əhəmiyyət daşımır. Təsadüfi deyil ki, 2002-ci ildə o vaxtki prezident George Bush tərəfindən təqdim olunan strategiyaya əsasən Xəzər regionu ilə yanaşı Qaradəniz də Birləşmiş Ştatlar üçün həyati əhəmiyyət kəsb edən bölgə elan edilib. Burada regionun təkcə enerji ehtiyatları deyil, həm də Pakistan, Hindistan və Cənub-Şərqi Asiyanın inkişafda olan bazarlarına çıxış üçün əsas məntəqə kimi strateji əhəmiyyəti göstərilir. Elə Qərbin postsovet məkanında Şərq tərəfdaşlığı asosiativ üzvlük kimi siyasi, eləcə də NATO çərçivəsində təqdim etdiyi hərbi layihələr də Qaradəniz strategiyasının tərkib hissəsidir. Qərb əslində bununla regiondakı dövlətləri tədricən Rusiyanın təsir dairəsindən çıxarmağa çalışır. Təhlükəsizlik məsələlərinə gəlincə Birləşmiş Ştatlar postsovet ölkələrinin hərbi kadr potensialının artırılması məqsədi ilə müxtəlif texniki yardımlar göstərir. Bu işdə Türkiyə və Rumıniya ilə əməkdaşlıq formatından yararlanır. Bugün Birləşmiş Ştatların hərbi dəniz qüvvələrinə aid gəmilərin faktiki Qaradənizdə üzməsi intensivləşib. Xüsusilə regionda münaqişə vəziyyətləri yarandıqda Birləşmiş Ştatlara məxsus hərbi gəmilər bu sulara daxil olur. Belə vəziyyət 2014-cü ildə Ukrayna böhranı zamanı da müşahidə olundu. Ukraynanın şərq rayonlarındakı böhrandan sonra Qaradənizdə praktik surətdə daim Birləşmiş Ştatların və NATO-ya daxil olan digər ölkələrin hərbi gəmiləri üzür. Halbuki 1936-cı ildə imzalanan Montre Boğazlar razılaşmasına əsasən Qaradənizdə qeyri-hövzə dövlətlərinə məxsus hərbi gəmilərin müəyyən müddətlə olması zəruridir. Elə regionda öz geosiyasi maraqlarını qoruyub saxlamağa çalışan digər güc, Rusiyanın mütəmadi qaydada Montre Konvensiyasına istinad etməsi tez-tez müşahidə olunur. Moskva Qaradənizdə NATO təlimlərinin intensivliyinin artmasını, Avropanın şimal-şərqində vəziyyəti daha da gərginləşdirdiyini bildirir. Qərb isə buna əhəmiyyət vermədən regionda öz mövqelərini möhkəmləndirmək üçün yeni tərəfdaşlar axtarışındadır. NATO və Avropa İttifaqının üzvü Birləşmiş Ştatlarla beynəlxalq təhlükəsizlik sahəsində sıx əlaqələrə malik olan Rumıniyanın mövqeyi bu baxımdan xüsusi diqqət çəkir. Rəsmi Buxarest Qaradəniz regionu NATO və Avropa İttifaqı arasında körpü rolunda çıxış etməyi xarici strategiyasının prioritetlərindən biri kimi görür və hazırda bu ölkə Avropada Birləşmiş Ştatların irəli sürdüyü raketdən müdafiə sistemlərinin genişləndirilməsi sahəsində əsas tərəfdaşlardan biri kimi çıxış edir. Rumıniyanın Birləşmiş Ştatların Qaradəniz üzrə hərbi planlarının reallaşmasında ciddi rol oynaya biləcəyini Stratfor Analitik Mərkəzinin qurucusu George Friedman da dəfələrlə təsdiqləyib. Onun da fikri belədir ki, Rumıniyanın regionda geosiyasi maraqları bir çox mənada Türkiyənin maraqlarına oxşardı. Bu mənada yaxın illərdə də Buxarestin Qaradəniz regionunda Birləşmiş Ştatlar, NATO və Avropa İttifaqının maraqlarının genişləndirilməsində əsas vasitəçilərdən biri kimi çıxış edəcəyini söyləmək mümkündür. Prezident Klaus Yohannis'in bu ilin aprel ayında Ukrayna'ya səfəri zamanı Buxarestlə Kiyevin NATO'nun himayəsində hərbi donanma yaratmaq hədəflərini elan etməsi, Qaradənizdə Ukrayna, Rumıniya, Bolqarıstan briqadasının yaradılması ilə bağlı müzakirələrin aparıldığını bildirməsi, Rumıniyanın Avro-Atlantik Alyans tərəfindən xüsusi missiya ilə görevləndirildiyini təsdiqləyir. Və dedim ki, artıq NATO'nun himayəsində bircə briqadaların yaradılması ilə bağlı təcrübə də var. Buna nümunə olaraq Polşa, Ukrayna, Litva briqadasını göstərmək olar. ABŞ-ın və Avropa İttifaqının Qaradənizlə bağlı strategiyası Rusiyanın bölgədə hərbi üstünlüyə yiyələnməsinə imkan verməmək, Qərb üçün həyati əhəmiyyət kəsb edən bu nəqliyyat dəhlizinin təhlükəsizliyini təmin etməklə alternativ enerji layihələrinin davamlılığına nail olmaq və Avropanın enerji asıllığına son qoymaqdan ibarətdir. Bu isə Rusiyanın geosiyasi və iqtisadi maraqları ilə qətiyyən üst-üstə düşmür. Qaradəniz bölgəsinin təhlükəsizliyi Rusiya üçün NATO'suz, NATO üçün isə Rusiyasız Qaradənizdir. Doğrudur, bölgənin təhlükəsizliyi ilə bağlı fərqli geosiyasi yanaşmalar da var. Məsələn, Rusiyada bəziləri hesab edirlər ki, Qaradəniz bölgəsinin təhlükəsizliyinin yeganə təminatı Berlin, Moskva, Ankara geosiyasi oxu ola bilər. Bu geosiyasi yanaşmanın tərəfdarları bölgənin təhlükəsizliyinin Rusiya və Türkiyədən asılı olduğunu qeyd edir. Həm Qaradəniz, həm də Xəzər dənizi bölgəsindəki münaqişələrin yalnız bu iki ölkənin iştirakı ilə
həll oluna biləcəyini vurğulayırlar. Lakin göründüyü kimi bu nəzəriyyələr müasir geosiyasi reallıqlar müstəvisində daha çox xoşbəxt sonluqla bitən romantik filmləri xatırladır. Bugünlük isə bu qədər. Qaradənizdə qaradan da artıq rəng olduğunu görmək ümidi ilə sizdən ayrılıram. Geosiyasətin növbəti buraxılışında görüşmək üzrə. Salamat qalın.